Əgər mən insan və mələk dilləri ilə danışıram, lakin məhəbbətə malik deyiləmsə, deməli mən cingildəyən mis və ya səslənən sincə. Əgər peyğəmbərlik ənamım varsa və bütün sirləri bilirəmsə, hər cür biliyə və dağları yerindən tərpədəcək dərəcədə tam imana malikəmsə, amma məhəbbətim yoxsa, mən heçəm. Və əgər bütün varımı paylayıb yoxsulları doyduraramsa və bədənimi yandırılmağa təslim edərəmsə, lakin məhəbbətim yoxsa, bunun mənə heç bir xeyri yoxdur. Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz. Məhəbbət lovğalanmaz, qürrələnməz. Kobud davranmaz. Öz mənfəətini axtarmaz. Hislənməz. Ona edilən pisliklərin hesabını tutmaz. Haqsızlığa sevinməz, həqiqətə isə şadlanar. Hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə tab gətirər. Peyğəmbərlik ləğv olsa da, dillər sussa da, bilik aradan qalxsa da, məhəbbət əsla tükənməz. Çünki biliyimiz məhdud, peyğəmbərliyimiz də məhduddur. Kamil olan gəldiyi zaman nisbi olan aradan qalxacaq. Mən körpə ikən körpə kimi danışır, körpə kimi düşünür, körpə kimi mühakimə edərdim. Boya başa çatdıqda isə körpə davranışlarını tərk etdim. İndi biz hər şeyi sanki güzgüdə görər kimi xəyalən görürük. O zaman isə üzbəyüz görəcəyik. İndi biliyimiz məhduddur. O zaman isə dərk edildiyim kimi dərk edəcəyəm. İndi isə 3 şey baqidir. İman, ümid, məhəbbət. Amma məhəbbət bunların hamısından üstündür.